Salam, mən Fes Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün sizinlə 5-ci sinif mövzularından biri olan, eyni zamanda MİQ və sertifikasiya imtahanına da düşə biləcək kub və kuboid ilə bağlı olan sualın izahına baxacağıq. İlkin olaraq biz nəyi bilməliyik? Bunların tam səthinin sahəsinin tapılma düsturların. Əgər söhbət kubdan gedirsə, kubun 6 üzü var. O səbəbdən bir üzünün sahəsi deyəndə biz nə edirdik? Bilirik ki, en uzunluq. Yəni bir üzün sahəsini tapmaq üçün ümumiyyətlə kubun, kvadratın sahəsini tapırıq. Çünki kubun bir üzü kvadratdır. Və kvadratın sahə düsturu a kvadratıdır. Kubun da 6 üzü olduğu üçün burada kubun tam səthinin sahə düsturu olacaq. S bərabərdir 6a-nın kvadratı. Yuxarıda qalan fiqurumuz kubdur, amma görürük ki, aşağıdakı fiqur kub deyil. Aşağıdakı fiquru isə kuboid adlanır. Kuboidin tam səthinin sahəsini tapmaq üçün istəyirsinizsə, görürsünüz ümumiyyətlə birinci ki, burada düzbucaqlılardan istifadə olunub və 3 ölçü var. En, uzunluq, hündürlük. Bizə bu 3 ölçü lazımdır ki, biz sahəsinin rahatlıqla hesablaya bilək. Ya düsturdur, əzbərləyəcəyik, o formada hesablayacağıq, ya da təsəvvür etməklə. Yəni gözümüzün önündə gətirib canlandıracağıq ki, hansı hissələr, yəni uzunluqla enin kəsişməsi var və yaxud da uzunluqla hündürlüyün kəsişməsi var. Yəni onlar kəsişəndə nə əmələ gəlir? Düz bucaqlı əmələ gəlir. Bu formada hesablayıb sahəsini tapacağıq. Amma düsturu da yenə də bilməyinizdə fayda var. Düşünürəm ki, düstur sizə daha rahat gələcək. Düsturumuz belədir. S bərabərdir 2 vurulsun AB üstə gəlinsin BC üstə gəlinsin AC. Yəni n vurulsun uzunluq üstə gəlinsin uzunluq vurulsun hündürlük üstə gəlinsin n vurulsun hündürlük. Nə üçün 2-yə vururuq? Çünki hər kəsişməli olan üzdən 2 dənədir. Baxın, burada bu üz öndə gəlib. Biri buradadırsa, biri də görmədiyimiz, baxın, bu arxa hissədədir. Və yaxud bir üz buradadırsa, bu bir yazılan hissədə, bir üz bunun görünməyən hissəsindədir. O səbəbdən hər üzdən 2 olduğu üçün biz düsturda 2-yə vurmadan istifadə edəcəyik. İndi isə baxaq elə sualımızın izahına. İzahı verdikdən sonra isə daha yaxşı qavramaq üçün aşağıda verilmiş elə nümunələrin də izahına baxacağıq. Bizdən nəyin istəyir? Verilən fiqur və kub və kuboida ayrılır. Səthlərin örtülən hissələrini müəyyən edin. Səthin örtülən hissəsini istəyir bizdən. Baxın, ayrı-ayrı tapıb toplayacağımı? Yox, bizə başqa bir hissə də lazımdır. Bu da məntiqdən istifadə edəcəyik qısaca. Baxaq ilkin olaraq. Dedik ki, üstə gələn fiqurumuz kubdur. Kubun sahə düsturu 6 vurulsun a kvadratıdır. A-mız neçədir? 3. Deməli, birinci mərhələdə 6-nı 3-ün kvadratına vururuq. Yəni 6 vurulsun 9, 54 metrin kvadratı. Bu kubumun sahəsidir. Bunu tapdıq. İndi aşağıdakı kuboida baxıram. Kuboiddə diqqətli oluruq nədə? Bax, bura 5-dir, düzdürmü? Onda mən görürəm, bura 1-dirsə, deməli bura 1-dir. Onda 5 vur 1, bax, buradan gəldi. Və yaxud da 1-dir, düzdürmü? Görürəm ki, bu hissə 3-dür. O səbəbdən açıq aydın görürəm ki, hissəmin digəri 3 olacaq. Yəni, bu n hissəm, baxın, bura bərabərliyindən istifadə edərək 3 oldu. Deməli, kənarda qalan künc sahəsi 1 vurulsun 3-ə bərabərdir. Eyni zamanda ən aşağı oturacağı, kuboidin oturacağı 3 vurulsun 5. Çünki baxın, 3 eni düşür, 5 uzunluğu. Bunları hesablayırıq, 2-yə vururuq, cavab eləyir 46 metrin kvadratı. Kubun da sahəsini tapdıq, kuboidin də sahəsini tapdıq. İndi nə edirik? Baxın, bizdən örtülən hissəsini istəyir. Örtülən hissə nədir? Bu o deməkdir ki, toqquşu baxın, bunun altı, bunun bu hissəsi digərinin üstü ilə oturub, ora örtülməyib. Aydındırmı? Onlar bir-birinə sadəcə üstbəüst dayanıblar. Elə isə bax, burada daha açıq aydın bir görüntü verib ki, biz rahatlıqla istifadə edək. Bax, kuboidin aşağı hissəsi, kubun aşağı hissəsi kuboidin üst hissəsi ilə üst-üstə oturduğu üçün ora örtülməyən sahədir. Bizim orayla işimiz yoxdur.
Ona görə də nə etməliyik? O hissənin sahəsini tapıb çıxartmalıyıq oradan. Aldığımız cəmdən çıxartmalıyıq. Birinci 46 ilə biz 18-i, daha doğrusu 46 ilə toplayırıq 54-ü ki, sahəm nə qədərdir? Yəni, buranın sahəsi nə qədərdir? Onu tapıb qoyuruq kənarda. Daha sonra baxırıq. Baxın, bunu bildikdə 3, 3. 3-ü 3-ə vurdum, 9 bunun sahəsidir. Eyni şəkildə, eyni fiqurda axı burada yer alan. 9 da bunun sahəsidir. 9 ilə 9-u topladıq, 18 metrin kvadratı, deməli, örtülməyən sahədir. İndi örtülməyən sahəni də buradan çıxartmaq lazımdır. O səbəbdən 54 ilə 46-nı toplayıb 18-i çıxırıq. Cavab deyilir 82 metrin kvadratı. Nümunə üzərindən də baxaq ki, daha aydın olsun, başa düşək, daha yaxşı qavrayaq. Baxıram, bu da kubdur, bu da kubdur. Bu dəfə kuboid yox, kub verib aşağıda da. Birinci sahəni tapacağam. 6a-nın kvadratı, yəni 6 vurulsun 2-nin kvadratı. 2-nin də kvadratı neçədir? 4. 6-nı da 4-ə vurduq, 24. Deməli, birinci sahəm 24 metrin kvadratıdır. İndi ikinciyə baxıram. 6 vurulsun 4-ün kvadratı. Baxın, çünki 3 ölçü də bərabərdirsə, deməli, bu kubdur. 6-nı vururuq 4-ün kvadratına. 4-ün kvadratı da neçədir? 16. 16-nı da vururuq 6-ya, 96 metrin kvadratı. Tapdım. Bir ölçüm 24-dür, bir ölçüm sahəm 96-dır. Amma yenə baxıram, kəsişən hissə var. Mən bilirəm ki, bütün ölçülər 2 olduğu üçün bu kiçik qıraqda qalan hissəm də 2-dir. Uzunluq göstərən hissəm də 2-dir. 2-ni 2-yə vurdum 4. 4 burada, 4 də bunun aşağısında. Bax, eyni buradakı kimi. 4 buradırsa, 4 də bunun aşağısındadır. Yəni, 4 ilə 4-ü topladıq, 8. Onda mən nə etməliyəm? 24 ilə 96-nı toplayıram. 120-dən də çıxırıq 8-i. Onda sahəmiz alınır 112 metrin kvadratı. Bu formada olacaq. B-yə də baxaq, hər ehtimal daha yaxşı qavramaq üçün. Kubun sahəsini rahatlıqla bildik ki, birin kubundan söhbət gedir burada. Daha doğrusu kvadratından. Birin də kvadratı, yəni biri 1-ə vurduqda 1 edir. 6a kvadratına əsasən 6-nı 1-ə vurduqda 6. Deməli, kubun sahəsi etdi 6. Buradan yazaq. Kuboidin sahəsini hesablamaq üçün 2 vur AB üstə gəlinsin BC, üstə gəlinsin AC düsturundan istifadə edəcəyik. Birinci 2-ni 4-ə vurdum 8, üstə gəlinsin 2-ni 3-ə vurdum 6, üstə gəlinsin 4-ü 3-ə vurdum 12. 8 ilə 6-nı topladım 14, 14 ilə 12-ni topladım 26, 26-nı da vururuq, qoy yazaq. 2-ni də vururuq 26-ya 52. 52 santimetrin kvadratı. İndi biz nəyi çıxmalıyıq? Görürəm ki, üstə dayanan kubdur, ölçü 2 dənədir, yenə 1-dir. Yəni, 1-i 1-ə vurduqda 1. 1 alt, 1 üst olduğu üçün 2 dənə 1-i topladım 2. Deməli, mən nə edəcəm? 52-dən də 2-ni çıxacam. Cavab edəcək 50 santimetrin kvadratı. C-ni isə sizə ev tapşırığı olaraq verək. Siz də eyni düsturdan istifadə edərək C-də verilmiş fiqurun örtülən sahəsinin, daha doğrusu örtülən hissəsinin sahəsini hesablayıb rəy bölməsində bizimlə bölüşməyi unutmayın. İzah yararlı oldusa bəyənib, paylaşıb, mütləq şəkildə rəylərdə qeyd etməyi unutmayın. Növbəti izahlarda görüşənədək hələlik.